Hər barmaq ucunda yeriyən uşaq autizm deyil. Hər paltaryan maşının barabanına baxıb ona kilitlənən uşaq autizm deyil. Hər maşının təkərini fırlatan uşaq autizm deyil. Hər sosial mühitdən qaçan uşaq autizm deyil. Hər vaxtınız xeyirli olsun Ramil bəy. Sizi yenidən efirimizdə görmək, yenidən bu söhbət eləmək çox böyük bir sevinc və xoş bir hissdir. Və yenidən sizə təşəkkür edirəm, yenidən bizə gəldiyiniz üçün. Çox sağ ol Elmar, dəvətə görə təşəkkür edirəm. Keçən dəfə çox səmimi bir söhbət eləmişdik. Bu dəfə də elə olacağına şübhələnmirəm. Eyni cümlə deyəcəkdim, yəni mən də şübhəm yoxdur, bu dəfə də elə olacaq. Bəli, bu da keçən dəfəki mövzuda fərqli olaraq bugün daha konkret biz mövzu ətrafında autizm haqqında danışacağıq. Artıq mən açıq etiraf edeyim ki, çox uzun müddətki ətrafımızda, insanlar arasında, qonaqlıqda, məclislərdə mən autizmli bir xəstə uşaq görməmişəm. Bəlkə də xəstə ifadəsi doğru olmaz, onu siz mən səhvim varsa düzəldərsiniz. Görməmişəm. Sanki biz onu artıq öz aramızdan təcrid eləmişik. Artıq bəlkə də valideynlər elə o autizmli uşaqlarını insan arasına çıxarmadan biraz nədənsə çəkinirlər. Bu mövzulardan yola çıxaraq ümumiyyətlə bizə bir başlayasınız söhbətə ki, ümumiyyətlə autizm nədir və autizmlə xilas yolları və autizmli xəstələrlə sizin işləmə prinsiplərimiz necədir? Okey, çox geniş başlanğıc oldu. Doğrudan. Mən bir hissəsi ilə başlayım, sonra artıq söhbət elədikcə davamını da götürərik. Dedim ki, məclislərdə artıq autizmli uşaqlara az görürəm, çox görmürəm, çox rast gəlmirəm. Amma məsələn, statistika biraz tərsini deyir. Statistika tam tərsini deyir. Hətta bir məqamda autizm xəstəliyi mi, deyilmi deyə bir məqama toxundum. Ümumi olaraq başlayayım. Bir, autizm xəstəlikdir mi ya yox? İndi müasir bir yanaşma var, autizm xəstəlik deyil, fərqlilikdir, autizm onlara xəstə deməyin. Mən bu mövzudan tam razı deyiləm. Yəni, nə mənada razı deyiləm. Nəticədə mən burada indi şəxsi fikirlərimdən daha çox peşəkar bilikləri satmağa çalışıram, dırnaq içərisində desəm. Xəstəlikləri biz xəstəliklərin beynəlxalq təsnifatında kodlaşdırırıq, təsnif eləyirik. Autizm xəstəliklərin beynəlxalq təsnifatında özünə yer almış bir xəstəlikdir. Bu xəstəlik insanın sosial fəaliyyətinin, sosial qabiliyyətinin geri olması ilə xarakterizə olunan bir xəstəlikdir. Onsuz da autizm sözü də avto sözündən gəlir. O avtomobil sözündə öz-özünə hərəkət edən maşına biz necə avtomobil deyiriksə, ya da öz-özünə hərəkət edən istənilən bir şeyin qabağına bir avto sözünü əlavə ediriksə, autizm sözündəki auto ifadəsi də oradan gəlir. Yəni, bu o deməkdir ki, bu şəxs sosial mühitlə kontakt qurmur, öz-özünə bağlıdır, özünün ayrıca bir dünyası var və o dünyaya qapılıb. Nəticədə bir, sosial ünsiyyəti yaşından geridir, ikincisi, maraq dairəsi məhduddur, yəni sosiumdan kifayətlənmir, tam tərsi sosiumdan aid deyil, öz daxilindəki bir şeydə maraq dairəsi var. Bir də üçüncüsü, davranışları buna müvafiqdir. İndi digər məqamları da deyə bilərəm ki, uşaqlıqdan başlayan bir xəstəlikdir və başqa heç nə ilə izah olunmur, yəni başqa bir, hansı bir maddə qəbulləri belə olduğu ilə izah olunmur. Autizm budur və autizm müasir dünyanın problemidir, birmənalı olaraq problemidir. Niyə müasir dünyanın problemidir? Bir statistik olaraq baxdığımız vaxtı, əvvəl hər 150 uşağın birində biz autizm görürdüksə, ən sonuncu tədqiqat hər 36 uşağın birində autizm xəstəliyi olduğunu göstərir. Bu inanılmaz bir rəqəmdir. Bir sinifdə neçə uşaq olur təxmini? Elə 30-28. 30-28. Bu deməkdir ki, iki sinifdə bir autizm uşaq 100% var. 100% var. Bu o deməkdir ki, hər 100 uşaqdan 3-ündə autizm xəstəliyi var. Hər 1000 uşaqdan 30-unda autizm xəstəliyi var. Bu inanılmaz bir rəqəmdir. Yəni, ortalama bir ailədə neçə uşaq olur? Maksimum 2 uşaq. 2 uşaq. Maksimumu deməyək. Ortalama 2 uşaq deyək. Çünki 3 uşaqlı, 4 uşaqlı ailələr də olur. Artıq indi zamanla artıq uşaqların sayını azaltmağa çalışırlar. Razıyam. Yəni, bizim valideynlərimizə kimi 9 uşaq, 8 uşaq ümumiyyətlə tapılmır. Yəni, hətta 4 uşaq olanda biz artıq ona çox uşaqlı ailə kimi baxırıq. Bir ailədə 2 uşaq olursa, bu deməkdir ki, hər 18 ailənin birində biz autizm uşağı görürük. Bu inanılmaz bir rəqəmdir. Əslən Ramil bəy, mən sosial məkanlarda autizmli uşaqları görmürəm deyəndə onların olmadığını nəzərdə tutmurdum. Onu demək istədim ki, sanki valideynlərdə onları bir çölə çıxarmaqda utanc bir hissi nəzərdə tutaraq bu baxımdan nöqteyi nəzərdən yanaşmışdım və siz də ona hardasa
Haqq verirəm. Yəni toxundunuz, statistik məlumatı dediniz, amma bunun bir sosial tərəfi var ki, insanlarda olan utanc, məsəl üçün uşağı gizlətmək və ya etiraf eləməmək ki, evində autizmli bir uşaq var. Bax bu məqamlar əslində biraz daha toxunulası məqamlar sırasındadır. Yəni etirafdan qabaq qəbul eləməmək problemi var. Yəni bir etiraf qəbuldan sonrakı mərhələdir. Birinci olaraq mən qəbul edirəm ki, mənim uşağımda autizm problemi var. İkinci mərhələdə artıq mən bunu etiraf edirəm. Xatırladığım bir nümunə var. Bir dəfə bir uşağı müayinə elədim. Ata və ana bir neçə həkim gəziblər və yenə necə olub gəliblər qəbula və ata deyir ki, mənim uşağımda ciddi bir problem yoxdur. Amma uşaq təxminən 7-8 yaşlarında olardı. Sosial ünsiyyəti yaşından geridir. Robotik bir danışığı var. Yəni robot kimi danışır. Danışıqda emosiya yoxdur. Məcazları ümumiyyətlə anlaya bilmir. Sosial mühiti anlaya bilmir, mənalandıra bilmir, davranışları yaşına uyğun deyil, sosial mühitə uyğun deyil və valideynə diaqnozla bağlı məlumat verəndə uşağınızda autizm spektr pozuntusu var deyə diaqnoz qoydum. Valideyn dediyi cavab odur ki, tutaq ki var, bunu niyə deyirsən? Halbuki valideyn uşağını müayinə gətirir. Və eyni sual verdim ki, tamam, sizin uşağınızın diaqnozunu sizə bildirməyib, mən nə edə bilərdim? Deyir, siz psixiatrsınız, siz ümumiyyətlə deməyə də bilərdiniz. Çünki bu əslində nədir? Bu şüuraltı bir müdafiə mexanizmidir. Yəni o qəbul etmək istəmir ki, onun uşağında autizmdir. Autizmin müalicəsi varmı? Niyə valideynlər belə düşünürlər və bunun müalicəsi varmı? Valideynlər ona görə elə fikirləşirlər ki, ilk dəfə olaraq autizm ifadəsini bizim ədəbiyyatlara salan, psixiatri ədəbiyyatlarına salan Leo Kanner olub. Leo Kanner səhvlərimizə 11.000-14 min uşaq müayinə edib və onların ortaq xüsusiyyətlərini müəyyən edib. Görür ki, bu uşaqlar tam olaraq özünə qapanıqdırlar. Bunların danışıq nitqi yoxdur. Bunların qeyri-spesifik həssaslıqları var. Yəni yanda ki, böyük bir səs gəlsin, sıfır reaksiya. Amma xırda bir şeylərə qarşı böyük reaksiyalar verirlər. Təkrarlanan əl hərəkətləri var. Və bütün bunlar və sosial mühit özünə qapanıqdırlar. Sosial mühitdə reaksiya vermirlər. Sosial emosiyaları anlaya bilmirlər. Və Leo Kanner bunu autizm, infantil autizm adlandırdı. Yəni yeni doğulmuşun bir autizm adlandırdı. 2013-cü ildə Amerika Psixiatri Assosiasiyası xəstəlikləri təsvir elədiyi vaxtı gördü ki, tam olaraq bu şəkildə olmayan, yəni bu dərəcədə özünə qapanıq olmayan, amma sosial ünsiyyəti yenə yaşından geri olan çoxlu uşaqlar var. Və ona da autizm, buna da autizm, buna da autizm yəni biraz məsələ qarışır. Ona görə yeni bir ifadə qoydu ortalığa. Autizm spektr pozuntusu. Yəni spektr bir interval, bir aralıq deməkdir. Yəni dedi ki, bir uşağın sosial ünsiyyəti yaşından biraz da geri olsa, çox da geri olsa, mən bunu sosial ünsiyyətin yaşından geri olduğu bir pozuntuya aid eləyəcəm. Və bunu autizm spektr pozuntusu adlandırdım. Biz bir uşağı müayinə edib yaşından gerili gördüyümüz vaxt, yəni sosial ünsiyyəti yaşından gerili gördüyümüz vaxt, biz deyəndə ki, bu uşaqda autizm spektr pozuntusu var. Valideyn o Leo Kanner'i düşünür. Çünki indiyə qədər mediada gördüyü, beynində təsvir elədiyi, təxəyyülündə olan autizm odur. Ona görə də ki, vəssalam, mənim uşağım əldən getdi. Bəzən autizmi düzgün bilmirik. İnsanların zehnində autizm bərabərdir əqli gerilik yaranır. Yəni bir uşaq autizmsə əqli geridir. Yox. Yəni bu mütləq bir şərt deyil. Autizmli uşaqlarda sosial ünsiyyət geriliyi olur. Danışıq verbal ünsiyyət deməkdir. Yəni autizmli uşaqların danışa bilməməsi ilə bağlı çox saylı nümunə var. Amma eyni zamanda çox sayda danışa bilən autizmli uşaqlar var. Autizmli uşağın əhəmiyyətli bir qisminin çox böyük bir söz ehtiyatı var. Yəni sözləri bilir, amma istifadə edə bilmir. Kifayət qədər çox autizm uşaqlar var ki, onların intellekti, zehni yaxşı inkişaf etdiyinə görə fotoqrafik yaddaşları var. Gördüyü şeyi yaddaşda saxlayırlar. Sözləri də yadda saxlayırlar. Amma digər ki, biz ikimiz ünsiyyətdə qurduğumuz vaxt hansı sözlərdən istifadə edirik, bazamızdan sözlər çıxardırıq. Autizmli uşaqlar bunu eləməkdə çətinlik çəkirlər. Bütün autizmli uşaqlar müalicə oluna bilir deyə bir qayda yoxdur. Amma ümumi bir tədqiqat deyim ki, autizmli uşaqların 40% tam sağalır, vaxtında və düzgün müdaxilə ilə. 30% tama yaxın sağalır, 30%-ində isə xırda irəliləyişlər olur. Yəni biz müdaxilə eləməklə biz onlarda böyük irəliləyişlər əldə edə bilirik. Tam sağalmayan autizm varmı? Var, təbii ki, var. O artıq autizmin hansı mərhələsində biz deyirik ki, artıq bu tam sağalda bilməli bu uşağı? Bu mərhələ ilə əlaqəli deyil. Burada bir neçə amillər var. Bir, uşağın müdaxilə müddəti. Biz neçə yaşında uşağı müdaxilə eləmişik? 3 yaşa qədər müdaxilə əla, yəni o vaxt biz nəticəni tez görürük. 3 yaşla 6 yaş arasında beynin dəyişilə bilir qabiliyyəti
neuroplastikliyi qorunduğuna görə o dövrdə biz dəyişiklik əldə edirik. 6 yaşdan sonra isə çox çətin. 2. Uşağın özünün intellektual qabiliyyəti. İntellekti nə qədər az olsa, o qədər biz nəticəni gec əldə edirik. 3. Valideynlərdən aldığı genetik miras. Valideyn nə qədər intellektualdırsa, ona daha böyük, yaxşı bir genetik miras qoyubsa, yenə effekti tez əldə edirik. 4. Valideynlərin dəstəkləyici mühit. Biz məsələn valideynə deyirik ki, evdə telefonu, televizoru, planşeti, ekran məruziyətini dayandırın. Bir mənalı dayandırın. Amma valideyn bizi dinləmirsə və mütəmadi olaraq o məruziyəti saxlayırsa, təbii ki, biz fayda görməyəcəyik. Və valideyn çox həssas valideyn deyilsə, yəni bir müddət müalicəsini, reabilitasiyasını aparır, sonra yenə dayandırır, təzədən aparır, təzədən dayandırır. Sonra qəribə elmi əsası olmayan dəxilsiz vasitələrdən istifadə edirsə, yəni dəvə sidiyi, çiğ dəvə südü, qəribə gələ bilər, amma istifadə edənlər var. Niyə? Çünki valideyn ki, necə sağaldım? Biri ona deyir ki, dəvənin sidiyini içizdirəndə bu uşaq sağalır. Yəni dəvə sidiyi axtarırlar. Ya da ən rabaidə aparatlara salmaq. Ki, biz eşitmişik, filan aparatın faydası var, filan aparatın faydası var. Yəni, müalicəni müntəzəm eləməyib, qeyri-adekvat yollarla, qeyri-müntəzəm şəkildə eləyəndə təbii ki, fayda olmayacaq. Autizmli uşaqların və ümumiyyətlə autizmli insanların ömürlərinin müddəti nə qədərdir? Onlar nə qədər yaşaya bilirlər? Yəni digər insanlardan yaş ortalaması, yəni ömür müddəti nə qədər olur? Fərqli olur, yoxsa elə hardasa eyni olur? Elə bir fərqlilik yoxdur. Autizmli uşaq sağala bilməsə belə, yəni spektrdən çölə çıxa bilməsə belə, biz yenə də reabilitasiya proseslərinin davam etməsinin tərəfdarı oluruq ki, ən azı adamın həyat adaptasiyasını yaxşılaşdırır, adamın bir dəstək olaq, pasientdə bir dəstək olaq deyə. Amma ömürlə bağlı bir sıxıntı yoxdur. Yeniyetməlik dönəmini çox dalğalı keçirə bilirlər. Yeniyetməlik dönəmini heç bir psixi pozuntusu olmayan şəxs belə ağır keçirə bilir, emosional dalğalı keçirə bilər. Yeniyetməliklə bağlı harca bir dəfə danışarıq. Çünki yeniyetməliyin özünün çətin bir böhran əlamətləri var. Amma o dövrdən sonra yenə həyatlarına davam edirlər. Yəni siz mən necə yaşayırıqsa, o isə spektrinin daxilində sosial çətinlikləri yaşayaraq həyatına davam edir. Ailə qura bilir, övlad sahibi ola bilir, övlad böyüdə bilir. Yəni biz reabilitasiya prosesində onsuz da bizim çalışdığımız şey insanın sosial ünsiyyətini artırmaq, sosial özünə qulluq bacarıqlarını inkişaf elətdirmək. Autizmli xəstəliyin xəstəlik dərəcəsindən asılı olaraq bunlar özünə qulluq bacarıqlarını əldə eləyə də bilirlər, əldə eləməyə də bilirlər. Əgər əldə eləməyə bilmirlərsə, onda bunlar sosial sığınacaqlarda və ya psixiatri xəstəxana müəssisələrinin içərisində həyatını davam elətdirirlər dəstək vasitəsilə. Yox, sosial özünə qulluq bacarığını əldə edə bilirlərsə, bunlar ailə qururlar, bunlar və ya bacı ilə, qardaşla bir yerdə yaşaya bilirlər, amma sosial mühitlərə daxil olmaqda və sosial məsələlərin həllində çətinlik çəkirlər deyə həyatını kimlə bölüşürlərsə, onun üzərinə böyük yük düşür. Belə bir nümunə deyim, məsələn, bir uşağı müayinə elədiyim vaxtı, gəlsən ona da autizm diaqnozuydu. Məncə autizm diaqnozuydu. Anası dedi ki, doktor, atasına oxşayıb bu. Atası müayinəyə gəlməmişdi. Dedim, bəs atası niyə müayinəyə gəlmədi? Yəni, adətən uşağı müayinəyə getmədən valideynlər bir yerdə gəlirlər. Dedi ki, atası heç yerə getmir ki. Tamam, biraz atasını xırdalamağa çalışdım. Hansı xarakter xüsusiyyətləri var? Dedi ki, atası ancaq işə, işdən sonra evə. Qapı döyüləndə işıq pulu olsa belə, baxmayaraq ki, qadın məni göndərir. Hansı bir məsələ oldu, məni yönləndirir. Deyir, içərisində insan faktoru olan hər şeydən qaçır. Dostu 1-2 nəfərdir, kənar dostlara ehtiyac duymur. Həyatı eyni rutinlər üzərindən, eyni qaydalar üzərindən gedir. Əslində, atası diaqnozu qoyulmamış bir autizmdir. Sosial fobiya ilə autizm arasında fərq ondan ibarət ki, sosial fobiya sosial mühitdən narahat olur, həyəcanlanır, təşvişlənir və bu təşvişin doğru olmadığını bilir və bunu düzəltməyə çalışır. Bir şey autizm demək üçün bizim diaqnostik kriteriyalarımız var. O diaqnostik kriteriyalara cavab verməlidir. Yəni burada 1. Uşağın sosial ünsiyyəti yaşından geri olmalıdır. 2. Məhdud maraq dairəsi olmalıdır. 3. Təkrarlanan hərəkətlər olmalıdır. Bunlar arasında ən əhəmiyyəti sosial ünsiyyəti yaşından geri olmalıdır. Sosial fobiyada da sosial ünsiyyətdən qaçır. Autizmdə də sosial ünsiyyətdən qaçır. Amma fərqi ondan ibarətdir ki, sosial fobiyada o sosial mühitdən həyəcanlandığına görə qaçır. Autizmdə isə öz dünyası var o uşağın. O sosial mühiti ümumiyyətlə anlamır. Bəsit bir şey. Mən oturmuşam otaqda, qapı açılır və otağa uşaq valideynlərlə bir yerdə girir və uşaq tək girir. Sosial fobik uşaq otağa girəndə nə hiss eləyəcək sizcə? Həyəcanlanacaq. Həyəcanlanacaq, qorxacaq, anasının yanına sığınacaq və s.
Autizmli uşaq Dərk eləmək ki, hara gedir. yəni normalda 3 yaşlı uşaq yeni bir mühitə girəndə vortizit reaksiyası verir. Yəni bu nədir? Belə ilişir, qalır. Baxır orada bığlı, nə bilim, saqqallı, eynəkli biri var, gəlir atasına sığınır. Amma autizm üçün o heç bir fərqi yox. Yox, belə fırlana gəlir. Hətta bəzən müayinə müddətində qəzəb reaksiyasını ölçürəm. Yəni Reaksiya verir. mən çox əsəbləşdim. Sağlam uşaq bunun qəzəb reaksiyası olduğunu bilir. Və Bir diksinər də. hə, yəni Reaksiya verir. Amma autizm qorxar. xəstə Amma autizm uşaqların çox bir şey olmur. Yəni onlar fərqinə varmırlar ki, bu bir qəzəb reaksiyası. Bunu gülə bilir, gəlib təzədən yanında fırlana bilir və s. və ilax. Onların müayinəsi bəlli. Yəni müayinəsi çətinlik törədir, onlarla işləmək çətinlik törədir. Müalicə prosesi, reabilitasiya prosesi asan bir proses deyil. Amma başqa çarəmiz yoxdur. Artıq biz bilirik də, yəni sosial şəbəkəsi, sosial mediası bizim həyatımız heç cür təsəvvür olunmur və artıq ayrılmaz həyatımızın ayrılmaz hissəsinə çevrildi. Və ümumiyyətlə sosial şəbəkələrdə autizm haqqında məlumatlar da artmağa başlayıb və geniş informasiya çatımlığı müəyyən fikirlər ortalığa çıxardır, ortaya qoyur və ümumiyyətlə bu sosial şəbəkələrdə, sosial mediada, bu internet dünyasında olan informasiyalar, autizmli xəstələrlə bağlı olan informasiyalar nə qədər doğrudur və onların doğruluq payı və orada olan miflər və s. və deyimlər və yayılan şayiələr belə deyək, onlar haqqında bir toxunasınız mövzuya. Yəni əslində sosial şəbəkələrdə məlumatın artması bir mənada çox müsbət dəyərləndiririk. Niyə? Bir sosial maarifləndirmədə insanlar məlumatlı olurlar, öyrənirlər, xəbərdar olurlar, fərqində olurlar. Amma digər tərəfdən işin zərərli tərəfi də odur ki, işin mütəxəssisi olub-olmamasına asılı olmayaraq hər kəs hansısa bir informasiyanı paylaşır. Və autizm kimi səbəbi bilinməyən, səbəbə dayalı müalicə protokolu olmayan bir xəstəlikdə hər kəs rahatlıqla müalicə metodları özündən icad edir və rahatlıqla deyir ki, bunu eləsən düzələcək, onu eləsən düzələr. Bir də məşhur ifadə var idi, dənizə düşən ilana sarılar ifadəsi var, samana sarılar da var. Yəni valideynlər də özlərini dənizə düşmüş kimi hiss elədiklərindən dolayı kim desə ki, mən autizmi müalicə edirəm, dərhal gedirlər ona əlindəki bütün vəsaiti verirlər ki, o metodda istifadə eləsinlər. Xüsusən də əgər o adamın adı Azərbaycanlı adı deyilsə, yəni adı Ramil deyilsə, Elmar deyilsə, İvandırsa, Svetlanadırsa, İradırsa, nə bilim, atıram da Johndursa, deyirlər ki, Söhbət xarici mütəxəssisdir, bu 100% bilir deyirlər. Əllərinə gələn bütün vəsaiti ona xərcləyirlər. Keçən bir pasiyentin valideyni zəng edirdi ki, Amerikada bir həkim tapmışam, o müalicə eləyir və maraqlı gəlir ki, okeydir, bəs mən niyə zəng eləmişəm sualı yaranır. Düzdür, müalicəsindən fayda görmürəm, amma niyə yoxlayırıq? Nədir? Neçə min manatlıq dərman yazıb, gətirzirmişik. İndi mənə biləndir ki, həqiqətən bir sənəd lazımdır, siz onu müayinə eləmişsiniz, arayış verin də, yəni müayinə elədiyinizlə bağlı. Dedim, okey, bəs mən maraqlıdır, nə dərmanları yazıb? Çünki autizmin dərmanla müalicəsi yoxdur. Autizmin dərmanla müalicəsi yoxdur. Autizmdə biz dərman təyinini ancaq ikinci əlamətlərə görə veririk. Yəni bu adamın autizmi var, amma yanaşı olaraq da hiperaktivdir. Dərman verir ki, biraz o aktivliyini azaldaq. Davranış pozuntusu var. Dərman verir ki, davranışlarını biraz korreksiya eləyək. Yəni başqa bir dərmanla müalicəsi yoxdur. Və ya bir dənə dərmanın, bir molekulun autizmin özək əlamətlərinə təsirinə bağlı bir tədqiqat yayılıb, o da hələ mübahisəlidir, tam olaraq sübuta yetirilməyib. Soruşdu, nə dərmanlar yazıb ki, o Amerikalı həkim? Yazılı dərmanlar nədir? Bioloji əlavələr, vitamin D, bitki tərkibli maddələr və bunların heç birinin elmi əsası yoxdur. Çox reklam olunur. Neurofeedback, inanılmaz reklam olunur. Möcüzəvi vasitə neurofeedback. Neurofeedbackin autizm müalicəsində istifadə olunması protokollarda yoxdur. Elmi tədqiqatlar müsbət olması ilə bağlıdır. Elmi tədqiqatlar var, yəni fayda olmasından bağlı. Faydasının olmaması ilə bağlı tədqiqatlar var. Amma faydasının olması ilə bağlı, yəni müsbət istiqamətli elmi tədqiqatların reprezentativliyi deyilməli, çox aşağıdır. Yəni çox məhdud bir kütlənin üzərində yoxlanılıb. Bu bizim üçün elmi keçərli sayılmır və elmi əsaslandırılması bizim üçün qanunedici formada deyil. Və ya tomatis aparatı var və qəribə metodları var. Təzə bir metod var. Bunu eləsən məsələ düzələcək. Var, diyetlər var, məşhur. Gluteinli, gluteinsiz, kazeinsiz diyetlər. Məndən soruşdular, deyirəm, okey, mən glutenin
qəbul olunmamasının faydalı olduğunu düşünürəm. Amma xüsusən kimdə gluten həssaslığı varsa, onlar gluten qəbul etmədiyi vaxtda özünü daha rahat hiss edirlər. Amma məsələn autizmə bir dəxli yoxdur. Yəni mən uşağıma kolanı vermirəm. Düz eləyirsəniz, vermə. Kola ziyanlıdır. Amma bunun autizmə bir dəxli yoxdur. Dara düşən insan üçün hər bir şeyi yoxlamağa cəhd edir və bəzi şeylərdən qaçır və sosial şəbəkələrdə belə ifadələr də işlənir ki, ümumiyyətlə autizm yaradan səbəblərdən biri də peyvənddir. Və günahı peyvənddə görürlər. Doğrudan da mı peyvənd autizm yaradır? Sosial şəbəkələrdə hər deyilən şey doğru olsaydı, biz bu verilişi niyə çəkirdik? Yəni bizim danışmamıza belə ehtiyacı qalmırdı. Artıq hər şey vardı. Nəyisə düzəltmə ehtiyacı duymazdıq, nəyisə demək ehtiyacı duymazdıq. Desəydik, dediyimiz təkrara gedəcəkdi. Autizmin ilk dəfə rast gəlindiyi yaş, yəni daha doğrusu göründüyü yaş, əsas bariz olaraq biz bunu görürük 1 yaş 6 aylığında, yəni 18 aylığında. Əslində ona qədər də hiss eləmək olur. Amma ilk bariz nümunəsi o dövrdə görülür. Çünki yaş yarımda uşaq bir reqresə yaşayır, bir geriyə, inkişaf bir geriyə doğru gedir. Valideynlər də hətta bunu deyirlər ki, bu uşaq danışırdı, bəzi şeylərə reaksiya verirdi, elə bir yaş yarımda hamısı itdi. Hamısı birdən-birə getdi. Bunun nümayiş olduğu, yəni müşahidə olduğu yaşdan peyvəndlərin vurulduğu dönəmlərdə bir uyğunluq olduğuna görə valideynlər bunu peyvəndlə əlaqələndirirlər. Ona görə bu tədqiqatçıların da diqqətini cəlb elədi və bununla bağlı bir tədqiqat apardılar. Lancet jurnalında da dərc olundu və dedilər ki, peyvənd autizm yaradır. Daha sonra tədqiqatı bir qədər də xırdaladılar və tədqiqatın keçərliliyini yoxladılar və müəyyən elədilər ki, bu tədqiqatın nəticəsi yanlışdır. Ona görə Lancet həmin məqaləni geri çəkdi və üzr istədi ki, elə bir şey yoxdur. Yəni dolayısıyla peyvəndin autizm yaratması elmi təsdiq olan bir məlumat deyil. Nitekim elə ifadə irəli sürmüşdü. Necə əsaslandırmışdı? Baxın, hər tədqiqat doğru tədqiqat demək deyil. Bayaq dediyim kimi, məsələn, neyrofeedbackin faydalı zəllinin autizmi üçün müalicə eləməsindən bağlı tədqiqat var. Zəli autizm müalicə edəcək? Eləməyəcək, təbii ki. Yəni, tədqiqatın özünün doğru olmadığını göstərir bu. Yəni, bir şey deyim, Elmar, saqqalım var. Var. Adım Ramildir, saqqalım var. Bu tədqiqatdan çıxara bilərim ki, adında R hərfi olanlar saqqallı olurlar. Əlbəttə ki, elə bir şey yox. Yox, çünki 2 nəfər çox məhduddur da bu nəticəni çıxarmaq üçün. Bir reprezentativlik olmalıdır, bir biaslar yoxlanılmalıdır, metodologiyanın özündə bir problem ola bilər. Fikrimi izah edə bildim. Halbuki biz deyə bilərik də, yəni, hər R olanda saqqal var da, səbəb Elmar, adında R var, saqqal var. Ramil, adında R var, saqqal var. Fikrimi izah edə bildimmi, nə demək istəyirəm? Yaxşı, onda biz dedik ki, peyvənd də yaratmır. Yəni, bəs autizm necə yaranır? Bu elm burada nə deyir? Yəni, heç nə boşuna deyil də bu dünyada. Autizm hansı səbəbdən yaranır? Bunun elmi izahını deyək də necə görə bilərik ki, ümumiyyətlə autizmlə bağlı hər də nələri bilmirik biz. Elm burada əllərini qaldırır, deyir ki, mən təslim. Elm də təslim olursa autizm qarşısında? Elmin təslim olmadığı nə var ki? Elm aşağı yuxarı çox şeylə təslim olur. Səbəbini soruşursa da konkret autizm səbəbi nədir? Mən də konkret cavab verirəm, bilmirəm. Amma elmin fərziyyələri var, hipotezləri var. Necə bu insan həyatla bağlı, yəni necə fərziyyələrlə irəli sürmək olar? Yəni bəlkə bu qohum evliliyidir, bəlkə nə bilim irsidir, heç bir şey deyilmir. Səbəb bilinmir. Deyilir. Konkret səbəb bilinmir. Hansı səbəblər var məsələn? Məsələn, 1. Ən əsas səbəbimiz bizdə genetik səbəblərdir. İrsiyyətdir. Yəni valideynlərində, nəsildə, irsiyyətdə kimdəsə autizm xəstəliyi varsa, onda nəsildə yeni gələn övlada autizm olma ehtimalı yüksəkdir. Mütləq autizm olacaq deyə bir qayda deyil. Çünki beyin inkişafı bir genlə kodlaşdırılan bir şey deyil. Genlər topluluğu olduğuna görə orada bu topluluqda birində bir dəyişiklik olması mütləq autizm olacaq qaydasına gəlmir. Ən əsas səbəbimiz genetik səbəblərdir. Amma bununla yanaşı ən qədər tədqiqatlar var. Məsəl üçün, ifrat testosteron reseptoru və ya ifrat testosteron məruziyyəti nəzəriyyəsi var. 2016-cı ildə. Yəni, bətndaxili dönəmdə dölün testosteron reseptorundan zəngin olması və ya testosteron hormonuna çox məruz qalması autizm yaradır. Sübut olunmayıb hipotezdir. Tədqiqatlarda bunun dəstəkləyən bəzi nəticələr də çıxıb ortalığa.
Fikir verirsə əslində belə çox maraqlı bənzərlikdir. Qadınlar daha sosial olurlar yoxsa kişilər? İndiki vaxtda qadınlar, amma əsasən kişilər. Məncə həmişə qadınlar sosial olurlar. Dedikodu həmişə kimlərə eləyirlər? Qadınlar eləyir. Evdən evə gəzənlər adətən kimlər olur? Evdən evə gəzən dərkən, yəni Başa düşdün aslında. qadınlar. Hə, yəni qadınlar adətən biraz meyilli olurlardı ki, başlarına qadınları yığsınlar, nəsə danışsınlar. Kişilər biraz elə deyirlər. Kişilər işimi gördüm, yeməyimi yedim, pultumu ver, uzanım, mənim üçün xoşbəxtçilikdir həyat. Yəni kişilər biraz elədir. Yəni bir kişinin xoşbəxt eləməyin qaydası nədir? Yəni yeməyini ver, pultunu ver, televizyon qabağından çəkil. Yəni bu işlər şeylərdən kişi xoşbəxt olur onsuz da. Amma qadını xoşbəxt eləmək üçün qadınla mütəmadi kontaktda olmalısan. Kişilər məsələn danışmağa o qədər meyilli deyirlər. Amma qadın mütəmadi danışmaq. Bir mənada autizm sanki qadınlıqdan daha çox kişiliyi təmsil edir. Yəni sosiallıqdan daha çox avtonomluğu təmsil edir. Çox maraqlıdır ki, tədqiqatlarda da göstərə bilər ki, bir dölün testosteron hormonuna məruz qalması onun autizm olma ehtimalını artırır. Və qadının kişiyə nisbətinə baxdığımız vaxt autizmli xəstələrdən 3-ün 1-ədir. Yəni 3 oğlan uşağına bir qız uşağı düşür. Oğlan uşaqlar daha çox autizm xəstəsi olurlar. Məsələn, bu hipotezlərdən biridir. Və indi çoxlu hipotezlər var. Hamısını desəm belə yormaq istəmirəm. Beynin neyrofizioloji dəyişikliyi ilə bağlı, sinaptik formada və beynin ayrı-ayrı hissələrində amigdalanın ölçüsünün dəyişməsi, prefrontal korteksin qalınlaşması və s. və ilaxır nəzəriyyələri var. Bunların danışmaq, bu artıq bizim işimizdir də. Yəni bunu kütləyə demək üçün heç nə əldə eləmək olmur. Məsələn, autizmli uşağı biz MRT-yə göndərsək, məsələn, müayinə vaxtı deyirlər valideynlər, doktor aparata göndərmirsiniz. MRT-yə göndərsək, MRT nəticəsi təmiz çıxacaq. Məsələ yəni beynin içində deyil. Beynin içərisindədir, amma MRT beynin içərisində müəyyən bir nöqtəyə qədər göstərə bilir. Yəni beyindəki ayrı-ayrı strukturun qalınlığını göstərir, nə bilim, oradakı ləkələri göstərir, bir struktur dəyişikliyi varsa, harası dəyişilibsə oranı göstərir. Amma autizm daha çox funksional səviyyədə bir şeydir. O neyron orada var, amma iş görmür. Valideynlərdə də artıq bir sıxıntı olur, narahatlıq olur və artıq cəmiyyətdə də bəzən autizmli uşaqlara bir fərqli bir yanaşma olur. Belə acıyırmış kimi, artıq onların belə bitmiş bir xəstəlik kimi, belə sanki bədbəxt bir ailə kimi, ümidsiz bir ailə kimi yanaşırlar da. Amma onları birbaşa düşmək, autizmli uşaqları, autizmli insanları başa düşməyi istəmirlər. Və ümumiyyətlə bunun üçün nə edə bilərik? Yəni autizmli fərdləri daha yaxşı anlamaq üçün, onları dəstəkləmək üçün, onların o öz dünyaları deyək də, o dünyalarını qəbul etməyimiz üçün hansı addımlar ata bilərik? Yəni biz yoxsa valideynlər nələr etməlidir? Həm biz, həm valideynlər. Əvvəla bilirəm, buradan danışmaq çox rahatdır. Məsələn, bir autizmli övladın valideyni olanda insanın keçirdiyi hisslər, emosiyaları anlayıram demək kifayət eləmir də, yəni. Çünki insanın övladı ilə bağlı xəyalları olur, gözləntiləri olur, düşüncələri olur və görür ki, övladı autizm spektr pozuntusu xəstəliyi ilə dünyaya gəlib. Ən birincisi, nə olursa olsun, o sənin övladındır. Onu dəyərli eləyən şey onun varlığıdır. O, autizm spektr pozuntusu xəstəliyində olmayıb, başqa bir xəstəliklə də ola bilərdi. Və heç bir xəstəliylə də olmayıb, sağlam böyüyüb, sonra narkomaniyaya qurşana bilərdi. Və heç narkomaniyada qurşamayıb, universiteti dərəcə ilə bitirib, ali təhsilli, çox yaxşı imkanı, iş olan biri də ola bilərdi. Bu 3 кейsin üçündə də onu dəyərli eləyən onun varlığıdır. Onun aldığı diplom deyil, onun aldığı maaş deyil, onun bacardıqları və onun bacarmadıqları deyil. Ona görə nə olursa olsun, o sənin övladındır. Onu sevməlisən. Sevgi, Erik Fromm'un sözü olmasın, sevmək sənətdir. Yəni, bəzən deyir, biz sevgi zənn elədiyimiz şeylərin özü sevgi deyil. Sevgi sənətinin ən dəyərli xüsusiyyəti sevginin şərtə bağlı olmamasıdır. Mən oğlumu sevirəm, qızımı sevirəm, yoldaşımı sevirəm. Bunu hər hansı bir şərtə bağlamıram. Oğlum qara dərili də olsaydı onu sevərdim, boyu hündür də olsaydı sevərdim, boyu kiçik də olsaydı sevərdim, hiperaktiv olmasaydı onu sevərdim. Yəni, ən birinci şərt normal
sağlam, normal bəlkə düzgün ifadə edilir, sağlam bir övlada hansı duyğular bəslənilirsə, autizmli övladda da eyni duyğuların bəslənilməsidir. Ona görə də biz autizm spektrli uşaqların müalicəsi üçün reabilitasiya prosesindən danışırıq, amma bəzən valideynlər onudur. Bəzən valideynlərin özlərinə də bir dəstək lazım olur, psixoloji dəstək. Bəzən əksər hallarda. İkinci məqam ondan ibarətdir ki, autizm dövrün artıq reallığından çıxıb bəlasına çevrilib. Çünki artıq bu 10 mində 1, 1000-də 1, hətta 100-də 1 rast gəlinən xəstəlik deyil. 36-da 1 rast gəlinən xəstəlikdir. Bu dediyim hələ data köhnə datadır. 2021-in datasıdır deyəsən. İndi bu 36-da 1 olmayıb, 30-da 1 də ola bilər. Bir xəstəlik bu qədər çox yayılıbsa, artıq biz cəmiyyətdə onu nəzərə almalıyıq və cəmiyyətimizə ona uyğun adaptasiya etməliyik. Ona uyğun təhsil ocaqları qurulmalıdır. Onların sosial adaptasiyası üçün bağçalar qurulmalıdır. Sosial dəstək mərkəzləri qurulmalıdır. Artıq müəllimlər yetişdirildiyi vaxtı, universitetdə, məktəbdə dərs keçirən müəllimlər yetişdirildiyi vaxtı onlara məlumatlandırmalıdırlar ki, sizin sinifinizdə olan uşaqlarda autizm uşaqları ola bilər və onlarla necə rəftar edəsiniz. O əqli geri deyib onu damğalamayasınız. 3. Artıq biz özümüz öz sağlam övladlarımızı yetişdirdiyimiz vaxtı onlara bəzi şeylər aşılamalıyıq ki, sinif yoldaşlarından biri autizmli olduğu vaxtı onu bullyingə məruz saxlamasınlar. Sinif rəhbərləri həssas olmalıdırlar. Bağça müəllimləri həssas olmalıdırlar, tərbiyəçilər həssas olmalıdırlar. Yəni fikir verirsiniz, bu nə qədər böyük bir şey göstərir, prosesi göstərir. Bir də bu işin həlli artıq hansısa bir psixiatrik xəstəxanaya onları həbs eləmək deyil. Bu çarə deyil. Nə iqtisadi olaraq əlverişlidir, nə insani olaraq əlverişlidir. Erkən dönəmdə müdaxilə edib, tutaq ki, 1000 dənə autizmli xəstə varsa, biz onların cəmi 10%-ni, yəni 100-ünü cəmiyyətə qaytarsaq, bunun özü çox-çox böyük bir nəticədir. Bu 100 yeni fərd deməkdir, 100 yeni ailə deməkdir, 100 yeni nəsil tərbiyəsi deməkdir. Və bundan əlavə onlar işləyəcəklər, ölkə iqtisadiyyatına fayda deməkdir, cəmiyyətin o işlək sosial motorunun bir həlqəsi deməkdir. Və biz onlardan istifadə edərək yeni autizm uşaqlarını necə rəftar eləmək lazımdır, onlardan necə davranmalıyıq, necə müdaxilə eləməliyik, bunları öyrənə bilərik. Biz Ramil doktor, biz autizmli ailələr dedik, amma belə bir məqamlar olur autizmli ailələrdə. Evdə 2 uşaq olur və yaxud da 3 uşaq olur və autizmli uşağa daha çox diqqət göstərilir. Hardasa onun biraz daha çox qayğıya ehtiyacı var və onu həyatını paralel apara biləcək bir valideynə ehtiyacı var. Amma hərdən biz o autizmli ailələrdə digər uşaqları unuduruq. Onlara daha çox diqqətini azaldırıq və bu zaman hansı amillər ortalığa çıxır və nə kimi problemlər var və belə məqamlarda çoxuşaqlı autizmli və həmin çoxuşaqlı ailələrdə valideynlər nələrə diqqət etməlidirlər? Mənim adım Xandır filminə baxmısınız, mütləq baxın. Çox tövsiyə edirəm, çox qəşəng filmdir. Siz deyəndə o yalan işdir, orada da 2 qardaş idi və ana daha çox autizm spektr pozuntusu olan, Asperger sindromu olan bir. Bu arada bunu da deyim, yəni 2013-cü ilə qədər Asperger sindromu, autizm, Rett sindromu deyə ayrı-ayrı xəstəliklər vardı. 2013-dən sonra hamısına bir dənə ad qoydular. Autizm spektr pozuntusu. Daha çox Asperger sindromu olan uşağın qayğısına qalırdı. O bir uşaq biraz off-site-da qalırdı. Bu da uşaqda artıq biraz qısqanclıq, paxıllıq hisslərini yaranmasına gətirib çıxarırdı. Daxili aləmində emosiyalarını bir qədər cilovlamada çətinlik çəkirdi və təbii ki, bunun şəxsiyyətinə təsir edirdi. Əhəmiyyətli qaydalar nədir? Əhəmiyyətli qaydalar odur ki, uşaq yetişdirilməsi və uşaq tərbiyəsi qaydaları stabildir. Yəni bir uşaq xəstə olsa da, olmasa da uşaq tərbiyəsi qaydaları stabil şəkildə özünü qorumalıdır. Yəni necə sağlam bir uşaq ərköyünlük eləyib, hansısa bir evin normativini pozursa, əxlaqi qaydanı pozursa, eyni şeyi autizm spektrli pozuntusu olan uşaq da eləyə bilər. Və buna hansı formada müdaxilə olunursa, digərinə də eyni formada müdaxilə olunmalıdır. İnanılmaz ərköyün bir uşaq gəlir müayinəyə və soruşursan ki, bu uşaq niyə bu qədər ərköyündür? Deyir ki, o xəstə idi deyə onun çox qayğısına qalırdıq. Xəstəliyinə görə qayğısına qala bilərsiniz, amma bu tərbiyə standartını pozmaq mənasına gəlməməlidir. Bu birinci qayda. Yəni, xəstəlik tərbiyə mane olmur. İkinci qayda. Autizmli uşağın daha çox qayğıya və diqqətə ehtiyacı ola bilər. Amma bu, digər uşağı kənarda saxlamaq mənasına gəlməməlidir. Yəni, nə mənada? Siz digər uşağa gündə 40 dəqiqə vaxt ayıra bilərsiniz. Və deyirsiniz ki, bu onun saatıdır və onu istədiyi kimi işə vaxt ayıram. Bunu uşağın özünə izah edə bilərsiniz.
Bu 40 dəqiqə sənindir. O uşaq o 40 dəqiqəni gündəlik olaraq valideynin diqqəti gördüyü vaxtı artıq özünü diqqətdən kənar bir uşaq kimi hiss eləməyəcək. Bizim hiss etdiyimiz şey, gördüyümüz, müşahidə etdiyimiz nədən ibarət olur? Adətən o uşaq tam ofsaytda qalır. Görmürsən bu xəstədir deyib bu bir uşağa da açıq diqqət ayırırlar. Üçüncüsü, uşaqları bir-birinə calaşdırmaq olar. Yəni sağlam uşağı, xəstə uşağın hansısa bir qayğı məsuliyyətinin bir hissəsini, amma könüllü şəkildə sağlam uşağa ötürmək olar. Bu mütləq şəkildə iyrəndirici bir məsuliyyət olmamalıdır. Yəni pampersini sən götür, at məsələsi olmamalıdır. Könüllülük prinsipi olmalıdır, motivasiya eləyərək və hər dəstək olduqca afərin sənə, qardaşın da sənin və ya bacın da sənin bu hərəkətini çox sevdi. Biz də sənin bu hərəkətini çox dəstəklədik. 4. Hekayələr uydura bilərik sağlam uşağa. Sən sabah böyüyüb, məktəb oxuyub, bitirdiyin vaxtı qardaşın bir hədiyyə alıb sənin yanına gətirəcək. Sağlam uşağa xəstə uşağın hədiyyə alıb gətirdi və səninlə qürur duyacaq. Soruşa bilər, o məktəbi qutara bilərmi? Da ki, uşağın intellektual qabiliyyəti zəifdirsə, yox, o təəssüf ki, məktəbi oxuya bilməyəcək. Yəni, qutara bilməyəcək. Amma sənin məktəbi bitirməyindən fəxr eləyəcək. Yəni, o gələcək hekayələrdə bu ikisini bir-birinə bağlaya bilərik. Başa düşürəm ki, iki sağlam uşaq olandakı olan proporsiya ilə eyni proporsiya olmayacaq. Amma bizim məqsədimiz bunu normallaşdırmağa çalışmaqdır. Bu tədbirlər kifayət qədər dəstək olur. Bir də bu Murad, bəlkə uyğun görsəsə də verərik də, efirə də düşər. Yəni, biz deyirik ki, tərbiyələndirmə söhbət elədik də, əqli geri olan və yaxud autizm uşaqları tərbiyə eləmək mümkündür. Çünki biz nəzərə alsaq ki, onlar bizi dərk eləmirlər, bizim reaksiyalarımızı dərk eləmirlər. Yəni, onları tərbiyə eləmək, ram eləmək, artıq bir müddət dedik, az əvvəldə dedik, yeni etməli dövründə daha belə qışqırıqlı keçir, daha belə sərt keçir. Mümkündür, yəni, əqli geri uşaqları, autizm uşaqları, yəni, tam olaraq onu tərbiyələndirmək. Əqli geriliyi ilə autizm ayrı xəstəliklərdir. Autizmdə sosial ünsiyyət geriliyi var və ona görə bu uşağın əqli inkişafında bir problem olmur əksər hallarda. Əksər hallarda ifadəsi düzgün olmaya bilər. Yəni, sosial ünsiyyəti geri olur. Bəzən bu əqli geriliyi ilə müşahidə olur, bəzən də müşahidə olunmur. Ona görə autizm uşaqlara hansısa bir tərbiyəvi davranışının aşılanması mümkündür. Əqli geriliyi də məsələnin içinə qarışdı deyə Mən sual səhv etdim ona. Yox, bu da ayrı bir sualdır. Nə problem var ki? Əqli geriliyi olan uşağa məsələn tərbiyə... Autizmlə indi. Çünki siz sanki sizin dediyinizi insanlar səhv eləyir. Mən də səhv elədim bir dəqiqə. Çox normal prosesdir. Mən sualımı autizm mümkündür. Əqli geriliyi də mümkündür. Əqli geriliyi də mümkündür. Sadəcə sizin öyrətdiyiniz o tərbiyə davranışları, tərbiyə bir şey deyil də, yəni bunu götürdüyün tərbiyəli olasan deyil. Tərbiyə geniş bir anlayışdır. Bunun nə qədərini aşılaya bilərsən ifadəsi var. Bir uşağın intellektual potensialı yüksək olduqca daha çoxunu aşılayacaqsan. Az olduqca daha azını aşılayacaqsan. Amma heç nəyi aşılaya bilməyəcəksən, bir qayda yoxdur. Çünki heyvanlara belə nəsə aşılamaq olur da. Yəni, itə belə nəsə aşılamaq olur. Nümunəm çox pis çıxır, bunu anlayıram. Yəni, heyvanın belə dırnaq əhləşdirmək olur da. Yəni, insanın zəkasına biz nəyisə aşılaya bilmərikmi sizcə? Çox çətin olacaq, çox məhdud ola biləcək bəzi məqamlardır. Amma yenə də nələrsə aşılana biləcək.